Salam əziz izləyicilər. Bugün sizinlə birlikdə ev üsulu ərik mürəbbəsinin hazırlanmasını paylaşacağam. İlk olaraq əriklərimizi yaxşıca yuyuruq. Daha sonra kənarda ləyəndə sodalı su hazırlayırıq. Bu mərhələdən sonra isə əriklərin dənəsini çıxarırıq. Bu mərhələdən sonra soyduğumuz ərikləri ləyəndə sodalı suyun içərisinə yerləşdiririk. Bunun səbəbi əriklərin qaralmamasını təmin etmək və gözəl rəngini qorumaqdır. Əgər siz də mürəbbələrin həm gözəl görünüşlü, həm də dadlı olmağını sevirsinizsə, videonu sonadək izləməyi unutmayın. Ərikləri bu qayda ilə soyub sodalı suda gözlədirik. Daha sonra biz şərbətimizi hazırlayırıq. Bunun üçün 1 kiloqram əriyə 1 kiloqram şəkər tozu və 1 stəkan su əlavə edirik. Şərbət hazırlayırıq. Şərbət hazır olduqdan sonra sodalı suda gözləyən ərikləri təmiz su ilə yaxşıca yuyuruq ki, soda tamamilə təmizlənsin. Sonra əriklərin dənələrindən çıxardığımız ləpələri əlavə edirik. Bu ləpələr mürəbbəyə xüsusi dad və ətir verdiyi üçün onları da əriklərin içərisinə yerləşdiririk və şərbətin içinə əlavə edirik. İndi isə mürəbbənin bişirilmə mərhələsinə keçək. Əvvəlcə vamodda ocağa qoyuruq. Məqsəd əriklərin birdən-birə yüksək temperaturla qarşılaşmamasıdır. Mürəbbə tam isinməyə başladıqdan sonra ocağın hərarətini bir qədər artırırıq və qaynamağa qoyuruq. Qaynama zamanı mürəbbənin üzərinə yaranan kəfi diqqətlə yığırıq. Bu həm mürəbbənin şəffaf olmasına, həm də daha uzun müddət saxlanmasına kömək edir. Kəfi topladıqdan sonra ocağı söndürürük və mürəbbəni soymağa qoyuruq. Bu prosesi cəmi 3 dəfə təkrar edirik. Bir çox insan mürəbbəni bir dəfəyə bişirir. Amma biz bunu etmirik. Çünki ərik çox zərif meyvədir. Bir dəfəyə uzun müddət qaynadıqda əzilə, formasını itirə və hətta dibinə yapışacaq qədər yana bilər. Mərhələli şəkildə bişirmək isə əriklərin bütöv qalmasına, rənginin gözəl olmasına və mürəbbənin daha keyfiyyətli alınmasına kömək edir. Üçüncü qaynatmadan sonra artıq şərbətin qatılaşdığını, əriklərin isə gözəl qızılı sarı rəng aldığını görəcəksiniz. Bu mürəbbənin hazır olduğunun ən gözəl göstəricisidir. Bu mərhələdə ocağı söndürürük və mürəbbəmizi soymağa qoyuruq. Beləliklə ev şəraitində hazırladığımız ətirli və ləzzətli ərik mürəbbəmiz hazırdır.